Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə həcc ziyarətini yerinə yetirən zəvvarlar artıq ikinci gündür ki, Mina çölündədirlər. Zəvvarlar burada həcc ziyarətinin vacib ayinlərindən sayılan şeytan daşlama mərasimini icra ediblər. Mayın 29-da da Mina çölündə qalaraq ayini davam etdirəcəklər. Sonra Məkkəyə yola düşərək Kəbəni təvaf edəcəklər. Zəvvarların səhhətində hər hansı problem yaranmaması üçün proses boyunca onları həkim briqadası müşayiət edir. Deməli, bu günə kimi Allah şükür gəlib Mina zadına çatmışıq. Bu günləri zəvvardan bizim həkimlərə 350-400 nəfər zəvvar müraciət edib. Onlardan nəzər alsa ki, Ərəfətdən, Mizdəfərdən Mina dağına yürüyüş olduğu üçün hardasa bir 15 kilometr yürüyüş ediblər. Cavanlarda əsasən ayaqlarda ağrılardan, solulardan, yaşlı adamda təzyiq oynaması ilə müraciət ediblər. Mənim ilk gəlişimdir həcc ziyarətinə. Oğlumla gəlmişəm. Çox gözəl ziyarətlər keçirdirik, yüksək səviyyədə. Çox gözəl rəhbər başçılarımız da var. Bizə gözəl qulluq eləyirlər, xidmət eləyirlər daha doğrusu. Bizim dəstəmizdə şəhid anaları da var. Allah onlara səbir versin. Mənim 67 yaşım var. Bu yaşa gəldim. Arzu elədim ki, gedim həcc ziyarətinə. Allah nəsib elədi. Qafqaz Müsəlmanları İdarəsi, onun rəhbərliyi, bunun təşkilində mənə böyük köməkliklər elədi. Gəldim, ziyarət elədim. Qurban bayramını qarşıladıq. Yəni Qurban bayramı olan kimi bizim həcc ziyarətimiz tamama yetdi və biz hacı olduq. Mənim ilk həcc ziyarətimdir. Çox xoş oldu. Allah arzusunda olanların hər kəsə qismət olmasını arzulayıram Rəbbimizdən. Allah dövlətimizi, millətimizi, xalqımızı qorusun. Çox gözəl təşkil olunub. Həm qalımlığımız şərait, həm verilən qidalar, vaxtı-vaxtında, hər şey qaydasında, sağlamlığımızda tez-tez maraqlanırlar. Hər kəsdən Allah razı olsun. Allah millətimizə bərəkətli, xeyirli ömür qismət eləsin. Çox yüksək səviyyədə təşkil olunub bu ziyarət. Dini ayinlərin icrası düzdür ki, bir qədər məşəqqətlidir. Nə qədər təbii ki, yüksək səviyyədə təşkil olunsa belə, bu belə deyək, ziyarətin dini ayinlərindəki o çətinliklər, məşəqqətlər insana bunu başa salır ki, insan həqiqətən də zəif bir məxluqdur. İnsan öz acizliyini Allah qarşısında dərk eləmiş olur. Bütün ziyarətə gələn zəvvarlarımızın inşallah Allah ziyarətini qəbul eləsin. Qeyd edək ki, Məkkədən Mədinəyə ilk çıxış iyunun 3-də həyata keçiriləcək. İkinci çıxış iyunun 4-də, üçüncü isə iyunun 6-sında baş tutacaq. Zəvvarların Mədinədən Bakıya geri dönüşü üzrə ilk uçuş isə iyunun 6-sında gündə 2 reys olmaqla planlaşdırılır. Reyslər gündə 2 dəfə olmaqla iyunun 7-si və 9-unda da həyata keçiriləcək.